Əsas məqsəd bu qurultayların keçirilməsində Türk coğrafiyasının müxtəlif bölgələrində yaşayan gənclərin bir araya toparlanması, o gənclər bu toplantılarda öz kendi məmləkətləri, öz kendi işləri, fəaliyyətləri barədə daha geniş məlumat vermək, bir-birləri ilə fikir mübadiləsi aparmaq, ölkələrində hansı problemlər var, ölkələrində hansı fəaliyyətlər həyata keçirilir, onunla bağlı qurultaya məlumat vermək və qurultay iştirakçılarını məlumatlandırmaqdan ibarətdir.